komanda dayanır. Bəli. Həqiqətən böyük bir komanda dayanır. Sənədlərdən tutmuş, hakimlərdən tutmuş, texniki işçilərdən, texniki işçilərimizdən hamısı. Onların hamısının əziyyəti var. Biz isə hazırda 60 kiloqram çəki dərəcəsində mükafatlandırma mərasimini izləyirik. Özbəkistanlı güləşçi və ardınca da Türkiyəli güləşçi Karakçu görürük. Mükafatçılar sırasında onlar da var. Və beləliklə 60 kiloqram çəki dərəcəsində Yunan Roma güləşçimiz Murad Məmmədov İslam oyunlarının gümüş medallarını qazanır. Təbrik edirik güləşçimizi. Şarşambekovun şərəfinə Türkiyənin Konya şəhərində 5-ci İslam həmrəyliyi oyunlarında Qırğızistan himni səslənir. 60 kiloqram çəki dərəcəsində Qırğızstanlı güləşçi qızıl medala yələndi və elə final görüşünü biz izləyirik. Təmsilçimiz Murad Məmmədovla mübarizə aparırdı və Qırğızstanlı güləşçinin sevinc anları yenidən bizə təqdim olunur. Təmsilçilərimizin iştirakı ilə 2 final izlədik. İrəlidə isə güləşçilərimizin yer aldığı daha 2 final olacaq. 67 kiloqram çəki dərəcəsində